Əslində bu çox maraqlı bir tərəfdir də. Çünki bu hər fərdə görə çox dəyişir. Birində iş karyerasındadır, birində nə bilim ailə həyatındadır, birində övladındadır. Əslində bu bir növ qorxulara da girir. Şuuraltımızda olan qorxulara. Qorxulara. Yəni misal bu günləri deyim ki, mənə inanırlar ki, misal üçün mən uğurluyam. Doğru. Bunun göstəriciləri var. Amma mənim içimdə bir qorxu var. Bu qorxudur, yoxsa şuuraltının bir oyunudur? Məsələn, mənə elə gəlir ki, misal üçün bu heç də belə deyil, sadəcə belə görsənir. Qorxuların əksəriyyəti illüziyadır da, yəni bizim qorxularımız illüziyadır, belə deyim. Təbii qorxular var, həqiqi bir duyğular belə işləyir. Yəni bir təhlükə varsa, orada qorxu duyğusu var. Həyatımızda bir şey itki baş verirsə, kədər duyğusu var. Ehtiyacımız qarşılanırsa, sevinç duyğusu yaranır, var. Bir də əsəb duyğusu, sərhədimiz pozulursa, limitimiz pozulursa, sərhədimiz keçirilirsə, biz əsəbləşirik. Bu duyğu mexanizması da həmişə yaranır. Amma indi deyək ki, biz böyümüşük artıq, itirmə qorxusu var məndə. Bu qorxu illüziyadır, keçmişdə yaşadıqlarıma görə var. Yəni təbii duyğu deyil. Anlata bildim, sizin dediyiniz o şey. Baxın, çox maraqlı bir yerə böldünüz. Siz indi siz əslində düstur verirsiniz indi bizə. Onda belə çıxdı 5 əsas duyğu verdiniz bizə. 4 təməl, 6-dır. İkisi təəccüblə iyrənməni çıxırıq. 4 təməl duyğu var. Qorxu, əsəb, kədər, sevinc. 4 təməl duyğu var. Və bu bəzən də bunu yaxşı yerə toxundunuz ki, bunu buradan bildirim izləyəcək olan insanlara ki, onlar bəzən terapiyaya gələndə məsələn qorxunu aradan qaldırmağa çalışır və elə bilir ki, daha ömrünün sonuna qədər heç vaxt qorxmayacaq. Belə olsa insan həyatda qala bilməz. 2 gündən sonra öləcək, maşın vurar, öləcək. Niyə qorxun nə olacaq? Maşın qorumaq üçün bizim beynimizin işi nədir? Bizi qorumaq. Yenə qorxmalı olduğu yerlərdə və yaxud durduğu yerdə maşın üzərinə gəlsə, o qorxacaq yenə. Bizim aradan qaldırmağa çalışdığımız şey o illüziyalarımızdır. Yəni bilinçaltımızda olan, keçmişdə yaşadıqlarımıza görə yanlış mənalar yükləmişik, bizdə travmalar qalıb, neqativ bastırdığımız duyğular var. Bundan yaranan qorxular var gələcəyə yönəlik. Birdən tərk edilərəm qorxusu. Başa düşdüm. Yəni siz əsas 4 bizdə olan hissi demirsiniz. Ona illüziya olan, yəni ona əlavə olunan, yəni duyğunun mexanizmasını biz söndürmürük də, belə deyək, terapiyalarda, etdiyimiz çalışmalarda söndürmürük. Yəni yenə də qorxmalı olduğu yerdə insan qorxacaq, limiti pozulsa, sərhəddi pozulsa əsəbləşəcək. Bu mümkün deyil, bunu yəni qarşısını almaq mümkün deyil. Amma siz orada çalışırsınız ki, misal üçün sən gedəndə yuxarıdan binadan kimsə stəkan atıb sənin başına düşübsə, indi sən gedəndə bu bir də olmayacaq. O idi, oradan başladı. Biz o da illüziya. Bir dəfə sənin başına stakan düşüb binadan. Sən bir ömür boyu həmişə binadan keçəndə belə bilirsən ki, birdən oradan stakan atarlar. Bu illüziyadır da, yəni bu həqiqət deyil. Amma qorxunun özü isə ana qorxu. Qorxu təbii duyğudur, yəni insanın ən təməl duyğularından biridir qorxu. O olacaq insanda. Necə olacaq? O özlüyündən olmayacaq. Yəni bir təhlükə olsa, həqiqi təhlükə, yenə də insan qorxacaq. Çünki insanın beyni həmişə insanı qorumağa çalışır. Yolu keçəndə ona bir xatırladacaq, ehtiyatlı ola, birdən maşın vurar.